Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizinlə paylaşacağım videoda ən çox soruşduğunuz suala cavab verməyə çalışacağım. Şokolad kartlarının ölçüsünü telefondakı proqramla necə təyin edə bilərik? Bunun üçün bizə ilk olaraq sadə ağ fon lazım olacaq. Arama hissəsinə white background yazdım və şəkillər bölməsinə daxil oluram. İlk şəkli yükləmək üçün əlimi ekranda basılı tutub saxladıqda bu formada menyu açılır. Şəkli endirin. Yükləyəndən sonra artıq faylımız hazırdır və bunun üzərində işləyəcəyik. İndi isə istifadə etdiyimiz proqram Fonto proqramı olacaq. Əlavə olaraq ola bilsin ki, sizə AutoFotoCAD, yəni bu proqram lazım ola bilər arxa fonu silmək üçün. Amma məndə telefonun özündə arxa fonu silmə var. Ona görə bu proqramdan çox az hallarda istifadə edirəm. İstədiyim kimi arxa fonu silməyəndə. Proqrama daxil olduqdan sonra son bu hissədə proqramın özündə seçim yeri var ki, şəkil əlavə eləyə bilək. Elə son şəklimiz yaddaşa düşüb. Onu götürəndən sonra başlayırıq üzərində işləməyə. Və bu zaman isə artıq şəkil əlavə et menüsündən deyil, baxın bu hissədə şəklin üzərinə şəkil əlavə et menüsü var ki, bizə o lazım olacaq. Elə ilk menyudan daxil oluruq və istədiyiniz şəkli seçə bilərsiniz. İlk olaraq gəlin buludlardan başlayaq. Ölçü ilk olaraq size'dır. Bu hissədən daxil olub biraz böyüdürük. Bəzi proqramlarda iki əllə istifadə edib şəkli böyütmək olur, amma burada yalnız size menüsündən istifadəyə icazə verir. Bu formada bir neçə bulud əlavə eləyəcəm. İndi onu sizə bildirmək istəyirdim, unutdum deməyi. Baxın, bizə background, arxa fonu silmək nə zaman lazım olur? Şəklin üzərinə düşəndə bu formada düşür. Bu görüntü heç də ürək açan deyil. Yəni belə deyim, əgər tək bulud yerləşdirəcəksinizsə, heç arxa fonu silməyə ehtiyac yoxdur. Yəni tutaq ki, fəzada bir dənə bura bulud yerləşdiririk, birini də burayı tam bunun üzərinə deyil, biraz aralı. Bununla idarə etmək olar. Yox, əgər biraz üst-üstə və arxa fonu itirərək istifadə eləmək istəyirsinizsə, iki yolu var. Birincisi, sadə yolunu göstərəcəm. Bunun üçün şəkillərin özünə birbaşa daxil olduqda, məndə şəkili üzərində basıb saxlayanda avtomatik arxa fonu silir. Baxın, bu formada yadda saxlaya bilirəm və bunu təsvir kimi saxla. İstəsəz stiker kimi də saxlamaq olar. Bu yadda saxlandı. Və ekrana qaranlıq düşür. Yəni daha sonra istifadə edəndə özünüzdə görəcəksiniz. Fərqi yoxdur. İstənilən şəkli bu formada yadda saxlaya bilərik. Və digər formanı göstərirəm. Telefonda əgər bu menü yoxdursa, o zaman az öncə qeyd etdiyim kimi avto proqrama. Baxın, bu background mən bundan istifadə edirəm. Fərqi yoxdur. Hər hansı bir arxa fon silmə və yaxud da arxa plan qaldırma proqramlarından istifadə edə bilərsiniz. Daxil olduqdan sonra şəkli seçirik. Bu menüyü onu da göstərim ki, bu hissəyə daxil oldum mən. Və indi isə bunu, qaleriyanı seçirik. Daxil oluruq. Məsələn, mənim az öncə kəsdiyim, baxın bunu qeyd etmək istəyirdim ki, qara formada düşür. Yəni artıq o deməkdir ki, telefon özü arxa fonu silib, yaddaşda belə qalıb. İndi isə proqram vasitəsilə siləcəyik. Yenə bu bulud şəklini götürəcəm ki, bunun üzərində gedək. Hazırdır. Əvvəlcə kənar çərçivələr, kontur xəttləri qeyd edirik və bu işarəni seçirik. Hələ ki şəklimiz bu formadadır. Arxa fonu istəsəz avto proqramdan qaldıra bilərsiniz. Bəzən avto işə yaramır. Bu kənar sərhədləri olur. Onları da silir. Yəni onu da ağ qəbul edir proqramın beyni. Ona görə də açıq fonlarda avto silmə işə yaramır. İndi sınayaq.
Baxın, bunu nəzərdə tuturdum ki, ağ buludun açıq rənglərini onları da silir. Ona görə məcburuq ki, bununla deyil, manualla silək. Baxın, bu formada. Gördüyünüz kimi. Hissə. Bu da zaman aparır. Yəni bu formada. Bir başqa yolunu da izah eləmək istəyirəm. Avtonu seçib, bu daha rahat variantdır. Avtonu yenə seçirəm. Gördüyünüz kimi, bir dəqiqə, bütün ağları da silir və burada bir menü var. Restore. Yəni geri qaytarmaq sildiyimizi manualdan kənar konturlar üçündür. Və bunu seçdikdə, indi seçəcəm. O zaman sildiyimizi geri qaytarır. Və bu formada silinəni gördüyünüz kimi kənarları açıq yaşıl və silinmə hissələrini daha qabarıq göstərir ki, biz bilək hansı hissəni yanlışlıqla silib, belə deyək. Və bunun üçün qələmimizi biraz kiçildəcəm, çox böyükdür. O zaman içəri hissələrdən bu formada silə bilirik. Ağları geri qaytardı gördüyünüz kimi. Və artıq hazırdır. Buludumuz, buludumuz hazırdır. Yenidən yaddaşa yazırıq. Burada ilk menyu Add Background istədiyiniz arxa fona əlavə edirsiniz. Mən amma şəklin kartışkanın üzərində bu proqramla işləmədiyimə görə yalnız ikinci variantı Save in PNG ilə yadda saxlayacağım. JPG də olar. Amma mən həmişə bu formatda yadda saxlayıram. Və ən yüksək keyfiyyəti seçirəm. Bu şəklimizdə yaddaşa yazıldı. Sizə göstərəcəm indi Fonto proqramında. Hələ ki bu buludları belə arxa fonunu seçmişik. Bir dənə də arxa fonsuz seçək. Birinci təsvir. Bu mənim telefonumun qalereyasında saxladığımdır. Özü Auto Background silmə proqramı. Bu isə digər yüklədiyim proqramdır. Fərqi yoxdur. Hər ikisini seçə bilərsiniz. Hər ikisini göstərəcəm sizə. İlk olaraq bunu seçirəm. Və gördüyünüz kimi buludun üzərinə qoyanda, biraz da ölçünü qaldırım. Buludu bu formada üst-üstə qoyanda artıq belə çoxlu buludlar, amma bir-birinin üzərində çox gözəl görsənir. Buna baxın, hələ də arxa fonu silinməyib. Amma bu proqramda belə bir şey var. Son olaraq əlinizi hansı şəklin üzərinə vuranda o qabağa çıxacaq, ön plana çıxır. Baxın, məsələn, birinci bunun üzərinə vuranda bu önə çıxır. Amma indi mən bunu seçmişəm deyə bu buludu. Bu onu qapatdı. Əlimi bunun üzərinə vuranda önə çıxır, ortaya vurduqda bu çıxır önə. Və bu görüntü ilə ekranı istədiyim formada buludlarla bəzəyirəm. Hələ ki videonun bu hissəsini saxlayacağım, çox yorucu olmasın. İstədiyim formada buludlarla dizayn eləyib, daha sonra digər elementləri əlavə eləyəcəm. Əlavə bir neçə detayı da özünüz zövqünüzə görə əlavə eləyə bilərsiniz. Bunu hara istəsəz yerləşdirə bilərsiniz. Məncə bu qədər kifayətdir. Aha, bu formada indi isə mətin yazmağa başlayıram. Mətin üçün qələm işarəsinə toxunuruq. Və ilk olaraq bu formada yazdım, amma yazılış qaydasını dəyişmək istəyirəm. Welcome. Bu forma məncə olar. Və son rəng, bunu əldə eləmək istəyək göstərəcəm bu rəngi. Deməli, əvvəlcə yazının üzərində əlimizi vururuq və stil, bir dəqiqə, stil bölməsinə daxil oluruq. Burada isə bu standart rəng yoxdur. Yəni, bu mavidir, bu rənglərdədir. Sırf hava balonunun rənginə uyğunlaşdırmaq üçün bu aşağı hissələrdə rəng tonlarını seçməliyik. Birinci olaraq qırmızılığı artırıram biraz. Hardasa yarıya qədər təxmin olaraq. Gördüyünüz kimi fərq eləyir. Yaşıl rəng məncə kifayətdir. Biraz da mavi tonlarını artıraq. Ağ isə ən axırıncı dəqiqlikdir.
Düşünürəm ki, biraz yaxınlaşdıq bu rəngə. Yenə ölçünü böyüdürəm. Biraz da hava balonunun yuxarı hissə. Bu formada yazımız hazırdır və əlavə olaraq yenidən ölçünü böyüdürəm. Kartoçkanın ölçüsünü bu hissəni şəkilə uyğun saxlamalıyıq. Yəni daha doğrusu şokolada uyğun saxlamalıyıq və şokoladın üzəri üçün də amma fərqli formada yığırıq. Bundan sonra sizə ölçünü göstərəcəm. Mən hər zaman kompüterlə işləyirəm, amma telefonda da işinizi görə bilmək üçün bacardığım qədər sizə izah eləməyə çalışacağam. Deməli, son olaraq bir dənə də müştəri istəyi üzrə biraz da ölçünü böyüdürəm. Bu formada. İndi isə qutunun qapaq hissəsinə yapışdırmaq üçün A4 ölçülü arxa fon hazırlayıram. Baxın, yerləşdirəndə bu formada olur, yazdıqda mətni bu formada olur. Tilt bölməsindən dərəcəni çeviririk ki, istədiyimiz forma olsun, 90 dərəcə. Tam 90 dərəcə fırlatdıqda istədiyiniz ölçü olur. İstəsəz bunu işləmək üçün ekranı yan tutub işləyə bilərsiniz. Onu da qeyd eləmək istəyirəm ki, mən bu formanı işləyəndə belə bir neçə videoda paylaşmışam. Sadəcə çox soruşurdular, etiketi necə yığılır. Yəni uzun müddət olub artıq bu formada video paylaşdığım. Ona görə yenidən çəkmək qərarına gəldim. Onu da bildirmək istəyirəm ki, bəzən rəylərdə bildirirlər ki, bu yəni hazır belə şablonlar var və yaxud da netdən yükləyə bilərsiniz. Pinterestdə var. Niyə belə əziyyət çəkək? Yəni həm vaxt itirək, həm əziyyət çəkək. Onu bildirmək istəyirəm ki, bəzən sırf istədiyimizi tapmaya bilirik. Yəni necə deyim? Tutaq ki, hava balonunu başqa temalı istəyirəm ki, mavi şarlar əlavə eləyim. Ola bilər ki, başqa nəysə bir şey. Yəni bu sırf sizə özəl yığılır, hərfləri, hər şeyi. Yenə də məsləhət sizin. Yəni mən bunu paylaşıram ki, kiminsə işinə yarayar. Çünki görürdüm ki, çox soruşulur ki, özümüz necə əlavə eləyək. Və ən əsas sual, telefonda, kompütersiz bunu necə yığıb çap eləyə bilərik? Sadə Word proqramı yükləyin və bu hissədə üstəgəl plyusa vurduqda yeni səhifə, boş sənəd seçin. Ən çox verilən suallardan biri ki, kompüterim yoxdur, telefondan birbaşa necə çıxardım? Ya çap mərkəzinə gedib özünüz yığdıra bilərsiniz, ya da telefona Word proqramı yükləyin. Bu hissədən, baxın, əlavə et. Əlavə edib şəkil seçirik. İstədiyiniz sənəd əlavə eləyə bilərsiniz. Və şəkilləri seçdikdə qaleriya yaddaşı açılacaq, fotoları seçirik. İndi isə son yığdığımız hazır formanı seçirik. Mən stiker də yığmışam şokoladların üzəri üçün və ölçünü ayarlaya bilmək adına ilk yığım stikerdən başlayacağam. Və kənarda ağ boşluqlarım var. Kəsirəm. Əgər bunlar yoxdursa, birbaşa hazırdır hissəsinə vursaz şəkli götürəcək. Yəni bu hissəni indi də kəsib sənədə əlavə eləmək olar. Və yaxud da ki, sənədə əlavə eləyəndən sonra da orada kəsim hissəsi var. Fərqi yoxdur. Şəkli düzənlə. Hazırdır, tamamla və sənədə əlavə olunur. İndi isə dəyərli izləyicilər, sizə sənəd üzərində ölçünü göstərəcəm. Bu tutacaqlardan tutub kiçiltdikdə ümumi olaraq kiçilir. Amma tam ölçünü yenə dəqiq bilmək olmur. Onu da deyim ki, yan tutacaqlardan tutmayın. Onda şəklin eni artır. Yalnız künclərdən. Və daxil olandan sonra menyudan seçirik ki, ölçü. Baxın, bu hissədən ölçünü də seçib, videonu diqqətlə dinləsəz, yəni bu hissələri özünüz rahatlıqla hazırlaya biləcəksiniz. Mən təxmini olaraq 5 cm-lik ölçü seçirəm, amma şokoladlarımın üzəri 3,7 yoxsa 8 idi. Sonradan düzəliş etdim. Yuvarlaq rəqəm olsun deyə sizə təxmini olaraq göstərirəm ki, burada ölçünü özünüz yazın. 5,0 və yaxud 5,5 seçim sizin, fərqi yoxdur. Hətta 4,5 yazıram ki, 5 tam rəqəmdir. Yəni hissəsi də olsun, nöqtədən sonra hissəni yazın. Özü avtomatik kiçilir. Və digər ölçünü ayarlamaq üçün istəsəz hər şəkil üçün hər dəfə ölçü ayarlaya bilərsiniz. Yaxud da birinin ölçüsünü biləndən sonra digərini onun üzərində ölçə bilərsiniz. Mən elə elədim.
İndi isə şəklin üzərinə köçür və bu damla işarəsini vurduqda kopyala. Baxın, köçürdükdən sonra əlinizi kənarda hər hansı boş sahədə vurun, belə damla işarəsi gələcək şəklin yanında. Oradan artıq əlavə et. Yəni neçə kopya istəyirsiniz, əlavə eləyə bilirsiniz. Bu formada sənədimiz hazırdır. Eyni zamanda kartiçkalar da belə yığılır. Tutaq ki, kartiçkanın ölçüsünü 8-in 10-a yaza bilərsiniz və yaxud da 10-12 sm. O sizin öz istəyinizdən asılıdır. Yaxud da belə Word proqramda işləmək istəmirsinizsə, buradan yaddaşa yazırıq dəyərli izləyicilər. İstəmirsinizsə, kompüter mərkəzində deyə bilərsiniz ki, bir vərəqə 4 dənə nə qədər yerləşsə çıxardın və yaxud 6 ədəd ölçünü avto ayarlasınlar. İndi isə sizə qutunun üzərinə vuracağımız böyük şəkli ayarlamağı göstərmək istəyirəm. Bu formada əlavə edirik və birbaşa A4 sənəd ölçüsündə açılır. Biraz böyüdürük, çünki orta hissədə açılır. Şəklin üzərində çox da düzəliş eləməyəcəyimə görə elə portret rejimində işlədim. İstəsəniz düzəni dəyişib albom formatında seçə bilərsiniz. Onu da deyim ki, baxın, şəkli istəyirsiniz yuxarı yerləşdirəsiniz, şəkil gəlmir. Sağ aşağı küncdə menyudan şəkil üçün vəziyyət, şəklin vəziyyətini seçirik və mətnin önünə, arxasında mı olsun? Sadəcə siz seçin mətnin önündə. Yəni bunu vurduqdan sonra şəkili istədiyiniz formada hərəkət elətdirə bilirsiniz. Yox, əgər şəkil arxa plan istəyirsə, mətnin arxasında menyusunu seçin. İndi isə sizə göstərəcəm şəkli istədiyiniz formada vərəqin tam küncünə qədər hərəkət elətdirə bilirsiniz. Şəklin ölçüsünü böyütdükdə istəsəz ölçü menyusundan eləyə bilərsiniz, yaxud da dediyim kimi enindən uzunundan tutmayın, çünki onda şəkil enlənir yaxud uzanır. Ancaq künc tutacaqlardan tutub ölçünü böyüdün və gəlirik paylaşmağa. Saxlamağı az öncə göstərdim. Paylaş vurduqda isə baxın, onu göstərmək istəyirəm. Sənədin üzərində məsələn kənarda 3 nöqtə var. Mən bu sənədləri paylaşmaq istəyirəm. Buradan birbaşa bəzən paylaş alınmayanda şəkli vurun üzərində, daha doğrusu sənədi üzərindən vurun və sənəd açılsın. Aşağı hissədə paylaş düyməsinə vurduqdan sonra ən aşağı hissədə surətini göndər. Yəni bir kopya göndəririk. Seçim sizin PDF də ola bilər, Word sənədi də ola bilər. Seçdikdən sonra mən Word sənədi seçdim və aşağıda WhatsApp səhifəsi açılır. Çünki həmişə WhatsApp-la göndərirəm. İstəsəz Gmail seçə bilərsiniz, fərqi yoxdur. Bu formada sənədlərimiz tam hazırdır. Dediyim kimi kartiçkaları yığmaq çətinlik olsa, kompüter mərkəzinə deyin ki, bir vərəqə 6 ədəd yerləşəcək şəkildə yığsınlar. Son olaraq qutumuzun hazır formasında göstərirəm. Ümid edirəm video işinizə yarayacaq. Bugünlük bu qədər. Bizi izləməyə davam eləyin. Növbəti videolarda görüşənədək hələlik.